13. ders you. Bu dersdə qoşma yunmu you larni öyrənimiz. Rəsmdə bir paxtılıq kiyiminin rəsmi sızılğan olub, paxtılıq kiyimni xanzuca mian deymiz. Mian deki ni təkşi tələffüz qılsaq, bu qoşma yunmu ning tələffüzü boludu. Qani mənə ayışib oqыңlar. Tələffüz qılğanda ağzımızın şəkli çoğdan kiçiklab bardı. Ning üstüge ton belgisini qoyub oquyli. Tövəndə qoşma yunmu ni öyrənimiz. Yuqorqi rəsmdə köldə ösüdüğən ösümlükning rəsmi sızılğan bo'lib, biz ni təkşi tələffüz qılsaq, bu qoşma yunmu ning tələffüzü boludu. Qani mənə əgişib bu qoşma yunmuni tələffüz qılыңlar. Ning üstüge ton belgisini qoyub qandaq oquymiz? Əmdi qoşma yunmu ni öyrənimiz. Rəsmgə bir poçta markası sızılğan bo'lib, poçta markasini xanzuca yo'piao deymiz. Yo'piao deki ni təkşi tələffüz qılsaq, bu dal biz öyrənməkçi bo'lgan ning tələffüzü boludu. Qani mənə ayışib oqыңlar. Ning üstüge ton belgisini qoyub oquyli. Şыңmu l bilan qo'shma yunmu ni o'zaro qo'shib o'qiyli. Shыңmu ni qo'shma yunmu ga qo'shib birinchi ton belgisini qo'shib o'qisak deb o'qildi. Hanzo tilida 2, 3, 4 tonlardagi talaffuzi bo'lmaganligi uchun misol keltirilmadi. Endi shыңmu l ga ni qo'shib o'qib boqayli. Paqının lap urishi. Bir paqa kalining bir tal tukini tepib olibdi va uni kalpkiga chaplab olib borganli yerda. "Men bugun bir kalni butun beti yutib etdim" deb lap uribdi. Buni anglagan bir muncha jonivorlar hayron bo'lishibdi. "Og'zing kelgancha jo'ylaverma" debdi bir qushqash beshini chayqab. "O'zing yang'oqchilik turib bir kalni qandoqmi butun yutib etalaysan?" "Ishonmamsan? Kalpkumda qolgan kalning muna bir tal tukini ko'rmadingmi?" debdi paqa ko'ranglab. Dal shu chog'da o'dildan bir kal kelib qapti. Buni ko'rgan qushqash paqqa: "Rost yolg'onni naq maydonda ko'ramiz. Qani sen buni kelayotgan kalni yutib paqna?" debdi. "Yo'q, men bugun bir kalni yutib etdim. Qo'rsqim bək to'yib ketdi. At qo'rsqim ochqanda bu kalni cho'qib yeb etaman" debdi paqa ko'ranglab. Shu asnoda osta yetib kelgan kala paqani daslatga tansli qapti. Buni ko'rgan paqa qo'rqindan arvoyi uchib o'zini qochiribdi. Qushqash bu ahvolni ko'rib kulib ketib: "Astirahmon paqajon, qalasang yana bir nechta tukini qoldirib ketsin" debdi. Kulak, 沙子 qum, 沙漠 qumluq,
Qo'noq.绘画 Rasm chizish.画 Rasm.沙发 Sofa.拖鞋 Sapmakash.警察 Saqchi.火柴 Saranga.